Milli TV-yə müraciət edən Zeyniyev Məmmədağa Zeynioğlu bildirir ki, keçən ilin noyabr ayında gözlərində yaranan problemlə əlaqədar icbari tibbi sığortanın xətti ilə Bakı şəhərində fəaliyyət göstərən yeni klinikaya müraciət etsə də, həmin vaxt klinikada işləmiş Musayeva Zöhrə Tahir qızı ondan 250 manat qanunsuz ödəniş alaraq, sonradan da Məmmədağa Zeyniyevə heç bir tibbi xidmət göstərmədən get hara şikayət edirsən et, mənim arxamda adamım var, heç gün mənə heç nə edə bilməz fikrini sərgiləmişdir. Mən Zeyniyev Məmmədağa Zeynioğlu Sabirabad rayonunun Yuxarı Aqtacı kəndi. Şikayətiniz nə ilə bağlıdır? Şikayətim sığorta ilə Bakı şəhəri Ulduz metrosunun yanında yeni klinikaya, gözümlə əlaqədar müalicəyə gəldim. İkinci mərtəbədə sığorta ilə gəldim. Sığorta Zöhrə doktor, Zöhrə Məsiyeva xanımın ad familiyasında idi. Çıxdım Zöhrə xanımın yanına. Mənə Zöhrə xanımın sözü oldu, yerli linzalar effekt vermir, Amerikanski linza yaxşıdır. Xarici linza. Bəli, xarici linzalar yaxşıdır, o da 300 manatdır. Gözünüzdə nə problem var idi? Mirvari suyu var idi. Əməliyyat olunmalı. Bəli, 20% görün qabiliyyəti yox idi. Bir gözünüz idi, iki gözünüz? Bir gözüm, sağ gözüm. Deməli, yanında bir müessestra var. Dedim, ay doktor, mən kasıb kişiyəm. Mən 250 manat pulum var. Qalan 5 manat, 3 manat o mənim yol pulumdur. Yanında müessestra var idi. Dedi, ver müessestraya. Əl-bəyər aldılar. Bəli. Mən işimi aparan o müessestradır. Verdim müessestraya. Mənə dedi, get ikinci günü əməliyyat. Hansı günü, ayın neçəsi olub? Noyabrın 1-i ilk gəlişim olub sığorta ilə. 5-ci günü. Mən deyib, analiz verdim, dedi birinci günü, ikinci günü saat 10 tamamda əməliyyat olasın. 10 tamamda burada ol. Mən də rayondan birinci günü zəng elədim Zöhrə xanım. Sabah ikinci günü uzaq yolda əməliyyat olacamsa mən dəqiq gəlim sabah. Dedi gəlin saat 10'da əməliyyat olasınız. Saat 10 tamam oldu, zəng elədim, dedi 15 dəqiqəyə çağıracam. Saat 1 oldu, zəng elədim, 3 oldu, zəng elədim, 4 oldu, dedi, vapşi səni tanımıram, get hara deyirsən de. Dedim, ay xanım, məndən pul almışsınız, mən pulumu verim, mən çıxım gedim. Hardasınız siz, dedi, ikinci mərtəbədə əməliyyatda. Pulunuzu istəyəndə, o sənə bildirdi. Çıxdım, dedim, hardasınız, dedi, ikinci mərtəbədə əməliyyatdayam. Əməliyyatda ola siz zənglərinizi açmırdı, qəbul eləmədi. Bəli. Yəqin siz onu ikinci xəstəsi. Xanım, çıxdı görə, dedim, mənim pulumu vergən, dedi, get hara deyirsən, de, səni tanımıram. Get Bilgəhə, prezidentə şikayət elə. Dedim, xanım, mən qoca kişi, mən Bilgəh tanıyıram, haradadır. Aşağıda birinci mərtəbədə ərzə yazılan otaq var, 2 xanım var idi. Şikayətimi nə olub belə də yazdım. Mənə heç bir cavab gəlmədi. Mən şikayətimdən 5 gün, 10 gün sonra həmin doktoru işdən çıxardım, müdiriyyət qaçırdım. Ayın neçəsi işdən azad olunur? Haradasa 2 həftədən sonra, 3 həftədən sonra. O Zöhrə xanımın da yoldaşı mənə dəfələrlə xahiş edirəm, telefonla Azərteldən səsi çıxardın. Dedi, get əlin hara çatır, orada mənim adamım var, mənə heç kim bata bilməz. Mən də kasıb adam, müraciət eləmişəm, gəlib çəkilişi çəksinlər. Cənab prezidentimiz gözəl imkan yaradıb, şərait yaradıb millətimizə. Pulsuz əməliyyatdır, pulumuzla da əməliyyat eləmirlər, bizi alladırlar. Başqa sözüm yox. Tələbiniz nədir? Tələbimiz mənə çəkdiyim, mənə dəqiq ziyanımı ödəsinlər. Baş verən hadisəyə aydınlıq gətirilməsi üçün yeni klinikanın rəhbərliyinə müraciət etsək də, klinikadan bizə bildirdilər ki, Zöhrə Məsiyeva hazırda yeni klinikada işləmədiyi üçün Məmmədağa Zeyniyevin şikayəti ilə bağlı baş verənlərə hər hansı bir münasibət bildirə bilmərik. Hörmətli izləyicilər, amma 5 noyabr tarixində yeni klinikada həkim Zöhrə Məsiyevanın Məmmədağa Zeyniyevəyə qarşı bu hərəkət və davranışından sonra 18 noyabr 2024-cü il tarixində Məsiyeva Zöhrə Tahir qızı ilə yeni klinika arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.